reabilitasiya ilə bağlı olan videonun içində niyə dini müzakirələr biz gedir ki? Allaha and olsun, mən Azərbaycanda reabilitasiya tanıyıram ki, məcburi şəkildə, yəni məcburi şəkildə ya, yəni birbaşa məcbursan namaz qılmağa, getdin, sən xəstə narkoman da gəlib düşüb reabilitasiyaya. Məcburi şəkildə onun namazı mütləq qılmalıdır. Hər gün səhər-səhər cəmaatla namaza durmalıdır. Bütün namazlar cəmaat şəklində birlikdə qılınmalıdır və bunlar sələflər deyil və bunlar şiələrdir. Yəni bunu da deyim biləsiz. Valla mən heç birinin tərəfdarı deyiləm, yəni nə şiə, nə sələfilik falan. Amma yəni bunu eləyənlər də şiələrdir də, yəni məcburi namaz qılmalısan, yəni qılmadın mümkün deyil. Mən bir tanıdığım var idi, qoy elə buradan danışım, maraqlıdır. Gedib düşüb şeyə, qutar şey deyə bax. Burada bilirsən ki, biz dini ayrımçılıq eləmirik. Gedib düşüb reabilitasiyaya, məsələn indi bir 5-10 gün dəymirlər orada sənə. 5-10 gün orada sənə dəymirlər, rahat buraxırlar da, orada zalatoy deyirlər. Örgəşənə qədər, eləyənə qədər. Bu 5-10 gün şeylərin özü üçün uzanıb, yatıb, durub, eləyib. 5-10 gündən sonra karosi şərtlər başlayıb ki, hamı mərkəzdə bir nəfər kimi ibadət eləyəcək, hamı namaz qılacaq və bunu yenə də deyirəm, və bunu mənim o reabilitasiya videomun altına mən heç bir təriqəti, nə bilim, firqəni, heç bir yönü tutmuram. Mən özümə müsəlman deyirəm, nə sünniyəm, nə şiiyəyəm, nə sələfiyəm, nə, yəni heç bir adım yoxdur mənim üzərimdə. Mənə Allah müsəlman adlandırır. Şiyə dediyin sözün mənası tərəfdar, imam, əhl-i-beyt tərəfdarıdırsa, mən şiiyəyəm. Əhl-i-sünnə sözünün mənası peyğəmbərin yoludursa, Allahın göndərdiyi bir yoldursa, mən əhl-i-sünnəyəm. Yəni belə ümumidə götürsək, amma belə birbaşa olaraq mən bunlardanam və yaxud mən bunlardanam demirəm. Mən onların heç birindən deyiləm. Yəni bunu dəqiq biləsiz istəyirəm. Nə deyirəm? Yəni 5-10 gündən sonra bu həmin reabilitasiya mərkəzində başlayıb birbaşa olaraq radikal şəkildə ki, hamı namaz qılacaq. Bu qaqaş da, yəni mənim orada tanıdığım qalan qaqaş. Ümumiyyətlə namaz qılmaq zat belə adam deyil də, yəni içki zat, bu klub zat adamıdır. Prosta indi başını salıb zibilə gəlib düşüb reabilitasiyaya. Məsələn, özü 9 ay qaldı o reabilitasiyada. 9 ay reabilitasiyada hər gün namaz zat, durub səhər tezdən zat. Reabilitasiyadan öncə çıxa-çıxda anası zat da bunu bilir ki, bu namaz qılır. Neçə aylardır reabilitasiyadadır, namaz qılır. Gəlib oturmuşuq. Deyirəm, necədir də vəziyyət zat. Deyirəm, yaxşıdır, hər şey salamatçılıqdır. Deyirəm, bir dənə prosta quruz. 1-2 ay keçib də reabilitasiyadan çıxıb. Deyirəm, bir dənə prosta özümü deyib pis quruzda hiss edirəm. Deyirəm, anne, deyirəm, bu reabilitasiya da yəni 9 ay hər gün, yəni bütün namazları qıldırdılar da mənə də. Yəni bütün namazları cəmaat şəklində qıldırdılar. Deyir, indi reabilitasiyadan çıxmışam. Anam zat da evdə hamı elə bilir ki, oğlumuz dinə, imana gəlib, mömindir də, yəni ibadət əhlidir. Deyir, Allah məcburiyyətdən deyir, səhər-səhər dururam, dəstəmaz alıram, namaz qılıram. Gün orta gəlir, namaz qılıram. Evdə haçan görürlər, namaz qılıram da. Deyir, Allah mən bu maskanı necə çıxardım əynimdən? Ya, mən namaz qılmaq istəmirəm. Adam inanmır. Cənnət, cəhənnəm, zal, başa düşdü, inanan adam deyil də. Adamı uçdurublar namaza bildiyin. Çıxa bilmir söhbətin içindən. Belə namaz olur. Bu adam ateistdir. Adama bilsəniz şiddətlə namaz, yəni qılmayacaqsan cəza verirlər. Zat bildiyin necə belə özə reabilitasiyanın cəzaları da cəza olur. İndi mən burada danışmaq istəmirəm də, reabilitasiyaların reputasiyasına bunu bilməyən adamların beynindən ziyan gedə bilər. Əslində yəni müəyyən şeylərdə cəza olmalıdır. Nətər yo? Mən xristiyanam da, mən İsa'ya inanıram. Misal üçün gəlmişəm ki, xristiyanam. Sən məni necə namaz qıldırırsan? Yəni nə demək istəyirəm? Bu Qurtuluş reabilitasiya mərkəzinin üstünə düşməyin də adı yoxdur ki,
Hə, indi oranı əxid işlədən deyə orada sələfilik təbliğ olunur. And ol Allaha, başqa reabilitasiyalar da var ki, mən yenə deyirəm, burada heç olmasa sələfilik və yaxud əhl-i sünnədir, nə deyirlər, bunlar o təbliğ eləyirlər, məcbur eləmirlər də, misal üçün deyirəm. Yəni mən çünki onların reabilitasiyasında məcbur ibadət eşitməmişəm, amma mən digər tərəfin valla adını çəkmək istəmirəm də, yəni orada girirlər ki, tək şiəli təbliğ olunmasın, biri deyirəm sünnilikdir bu, biri deyir şiəlidir, hərə bir şey deyir də. And ol Allaha, mən deyirəm ki, inanmayan bir adama reabilitasiyada, yəni əhl-i şiə olan reabilitasiyada məcbur 9 ay bütün namazları qıldırtdırıblar da, yəni məcbur. Və o namaza durmayana cəza tədbir. Bildiyiniz şəriət qanunları işləyir reabilitasiyanın içində. Yəni bunlardan niyə heç kim danışmır? Və mənim o əxi haqqında danışdığım söhbəti və tam səmimi deyirəm. O adamın Ceyhundur da deyəsən adı qardaşın. O Ceyhunun elədiyi yaxşılıqlar da var da, misal üçün nə bilim gedir kimlərəsə əl tutur kasıblara, dəfələrlə olub bayram ərəfələrində gedib məhəlləyə girib borc dükanını mağazindən götürüb bütün borcu bağlayıb məhəllənin borcunu. Yəni belə şeyləri də olub da. Hansısa bir yanlışda götürüb adam baltalamanın adı yoxdur da. Yanlış eləyib zaten dediyi də yanlışını. Və bu o demək deyil ki, o reabilitasiyalar ümumiyyətlə pisdir hamısı. Və yaxud nəsə belə deyil. Mən o qaqaşın reabilitasiyasına da pis deməmişəm ha. Mən o qaqaşın buraxdığı yanlışı tənqid eləmişəm. Amma insanlar girdilər, nə bilim də, əxili belə, nə şiəli belə, oralara niyə gedib girirsiniz ki, qardaşım? Nə bilim, mən düşünürəm ki, eyni Allahı Rəbb deyib çağıran, eyni Allaha səcdə eləyən insanlar, bunları Quranda, əgər bu müsəlmanlar ümumilikdə Qurana inanırlarsa, bunları Quranda Allah müsəlman, mömin adlandırır. Küfürsüz, şirksiz Allaha ibadət eləyən insanlara. Yəni bunlar da Allaha ibadət eləyir, bunlar da Allaha ibadət eləyir. Niyə bunlar min illiklərin davalarını bir-biri ilə eləyirlər hələ də, mən valla başa düşəmirəm. Ki bitirin də da, yəni tamam, o zaman o dövrdə bir yanlış elədilər. Tamam, okey. Filankəs yanlış elədi, filankəs yanlış elədi, filankəs xilafəti məcbur götürdü, filankəs belə elədi, tamam. Bu günlərin sən şiyəsən, misal üçün, o sünnüdür, nə bilim. Mən də misal üçün deyirəm müsəlmanam. Sən də Qurana inanırsan, o Allaha inanırsan, onun dediklərinə inanırsan, sünnüsü də ona inanır, şiyəsi də, mən də. Nədir bizim aramızdakı fərq? 1000 il bundan qabaq baş verən həmin dövlətin içində siyasi problem, axı iman məsələsi siyasətlə əlaqəli bir şey deyil, dövlətlə əlaqəli bir şey deyil. Nə bilim uşaqlar, sevin bir-birinizi, sevilin. Nə bilim, ruhunuzu, qəlbinizi pak tutun, təmiz tutun. Kiməsə hər dərhal nəsə ləkə atmaqdan çəkinin. Mən özümü nə şiə, nə sünni, nə bilim əhli sünnə, nə sələfi adlandırmıram. Mən müsəlmanam, Allahın ona iman gətirənləri adlandırdığı kimi adlandırıram özümü. Çünki Allah bizə başqa bir ad qoymayıb. Nə bilim, şiə, sünni və yaxud nəsə belə bir şey. Allah ona inananlara, iman edənlərə mömin adını, müsəlman adını qoyub. Ləzzət eləmir bu bizə. Birimiz özümüzə, nə bilim, sələfi deyirik, birimiz özümüzə, nə bilim, əhli sünnə vəl cəmaə deyirik, birimiz özümüzə şiə deyirik, birimiz özümüzə rafizi deyirik, birimiz özümüzə matrudi deyirik, birimiz özümüzə şafi deyirik, hənəfi deyirik, maliki deyirik, həmbəli deyirik. Bir dənə şey deyib Allah bizə ki, hamılıqla Allahın ipindən bərk yapışın, müsəlman olun, iman gətirin. Mən sənə istər sələflərdən, istər ümumi əhli sünnə və cəmaədən, istər şiələrdən, kitablardan, hədis kitablarından, alim fətvaları, təfsir kitabları, o qədər qəlbi bulandıracaq şeylər göstərə bilərəm ki,
Bununkine deyirsən ki, Sələfiyə deyirsən ki, bax sənin kitabında bu biabırçılıq var. O deyir ki, onu Əhl-i Sünnəyə şər olaraq şeylər İran rafizləri yazıb. Şiəyə deyirsən ki, sənin kitabında bu var. Deyir onu şiələrə şər olaraq Əhl-i Sünnə alimi, Sələfi alimi yazıb. Bilsən necə? Yəni bu çox asan bir şeydir paslaşmaq. Mən sənə nəsə bir arqument gətirəcəm. Deyəcəksən ki, yox, o elə deyil. Sən gətirəcəksən mənə, mən də deyəcəm, yəni yox, o elə deyil. Kişi kimi də, yəni gəlin əlimizi vicdanımıza qoyaq, hər kəs. Yəni elədir də, sən gətirəcəyin arqumentə şiəlikdən və yaxud sünnilükdən fərqi yoxdur. Gətirəcəyin arqumentə mən əks arqument gətirəcəm, yenə də digər tərəfin, əks tərəfin kitablarından. Mənim gətirəcəyimiz şeyə sən eyni arqumenti gətirib, başqa bir arqument gətirəcəksən. Amma biz harada birləşə bilirik? Quranda. Biz bir dənə kitabda birləşə bilirik. Və özümüzü insanlar, müsəlmanlar o qədər çətinə salmışıq ki, Quran qalıb bir qıraqda, biz şiələr, sünnilər bir-birlərini ancaq hədislər üzərindən qırırlar. Ancaq tarix üzərindən qırırlar. Yəni Quran qalıb tamamilə kənarda. Quranı əsas götürsələr, onlar bir şey anlayarlar ki, Quranda buna bənzər bir misal var. Köhnə yaşamış bir qövmdən, bir tayfadan söhbət gedir. Onların qınanılmasından söhbət gedir. Orada Allah bir ayə deyir ki, onlar bir ümmət idi. Onlar bir qövm idi. Gəldilər, getdilər. Onların elədikləri onlara, sizin elədiyiniz sizədir. Bu qədər bəsitdir də, yəni. Gör, inanmısan ki, sən öləndən sonra o tərəfdə bir haqqı hesabı var. Bir sorğu sualı var, bir cavabı var eləyəcəklərin, düzsən, səhvsən, bu şeylərin bir tərəzisi var. Buna inanmısan, amma götürmüsən imanı vermisən hara? Nə bilim, Səhih Buxariyə, Xomeyniyə, Müslimə, nə bilim, o birisinə, İbn Macə və yaxud nə bilim, bu tərəf şiələrin alimlərinə. Yəni, imanı götürüb vermirsən onlara, onlar nə deyir odur, elə sən də elə gedirsən. Mən maraqlıdır ki, heç qorxmursunuz, yəni narahat eləmir, birdən səhv oldu. Birdən səhv oldu da, yəni yanlış oldu. Kiminsə kitabının, kiminsə şərhlərinin dalıca getmək. Və ölmüsən də, bitib artıq hər şey. Ölmüsən, deyirlər ki, səhvdir. Sənə verildi şans, hər şey də gözünün qabağında idi, səhv seçmisən, deyəcəksən, bəs Müslim belə deyir daxı, Səhih Buxari, Xomeyni belə deyir daxı. Xomeyni gör, sənə səhvə görə cavab verəcək. Dinin yanlışını, düzünü sırf, yəni kitabdan İslamın səhvini, düzünü eləmirəm mən, müzakirə eləmirəm. Mən inanmışam o kitaba və yəni mənim üçün o düzdür. Gətiriləcək digər liboy şeylərlə, hədis, Peyğəmbər belə dedi, Peyğəmbər belə elədi, 9 yaşında belə oldu, 15 yaşında, 14 yaşında. Mən bunların heç birini qəbul eləmirəm, eləməyəcəm də. Nə Müaviyəni qəbul eləməyəcəm, nə Yezidi qəbul eləməyəcəm, hansı ki mən şiə deyiləm, misal üçün yenə bayaq deyiləm, sünni də deyiləm. Mən bunların heç birini qəbul eləməyəcəm. Mənim üçün belə deyək də, həqiqəti tapmağımda olan səbəbkar olan kitab Qurandır. Bax gəldik, çatdıq bilsən hara. Çox qəşəng bir yerə gəldin, çatdın. Sən düşünürsən ki, Peyğəmbər namazın necə qılınmasını Peyğəmbər deyib? Deməyib. Peyğəmbər deməyib namaz belə qıl, belə qıl, belə elə. Peyğəmbər namaz gətirib, mənim qardaşım. Yəni, bu tam elementar bir dənə sual verim də sən. Peyğəmbər namaz gətirib, gətirməyib. Məhəmməd Peyğəmbərə qədər zaten o toplum namazı bilirdi. Çünki İbrahimi dinlərdən gəlirlər. Başa şu, İsa da namaz qılıb. İbrahim də namaz qılıb, Musa da namaz qılıb. O toplum namazı bilirdilər zaten. Namaz orada var idi. Yəni o onlara təzə bir şey gətirməyib. Ki namaz belə qılın, belə falan. Quranda namazın rükunları hamısı yazılıb. Bir şey deyim də o zaman. Peyğəmbər deyib istədiyini oxu, sadəcə qısa Fatihədir və o oxuyub. Deməyib də, qardaş, Peyğəmbər harda deyib o sözü? Gəlib hansısa bir kitab gətirəcəksən də mənə, ya şiələrdən, ya sünnilərdən. Yəni Quranda deyə göstərə biləcəyin bir yer var orada.
Quranda bir dənə deyilir ki, sənə öyrədilənləri oxuyub namaz qıl. O demək deyir ki, bütün Qurandakı şeyləri götürüb oxuyub namaz qıla bilərsən. İçki ayəsində bir şey gəlir. Deyir ki, içkilikən, yəni söhbət burada içkidən getmir. İndi mənim misalı çəkməyimin məqsədi içki deyil. Deyir, içkilikən nə dediyinizi bilənə qədər namaza yaxın durmayın. Buradan nə anlayırsınız siz? Ki, namazda nə dediyini bilməlisən. Yəni buradan bunu anlayırsınız da yəqin ki, içkilikən nə dediyinizi bilənə qədər namaza yaxın durmayın. Demir ha, içki içən kafirdir, vur öldür və yaxud cəhənnəmlidir, belədir. Hətta deyir, nə dediyinizi bilənə qədər içkilikən namaza yaxın durmayın. Siqaret də yazılmayıb da, halaldır siqaret. Yəni bunun haramlığı bu siqaretdir deyə deyil. Bunun haramlığı sənə verilən əmanətə vurduğun ziyana görədir. Hədis var ki, içdin 40 gün namaz qılma. Da gələ də, yəni bu hədisə qulaq assan, sən 40 gün sonra elə bil Allahla bütün bağı itirdin. Amma Allah deyir ki, içkili ikən bunu Allah deyir. Bax, mən deyirəm Allah deyir, sən deyirsən, misal üçün hədis deyir. Mən bunun hansını götürməliyəm? Allah deyir ki, içkili ikən nə dediyinizi bilənə qədər namaza yaxın durmayın.